əvvəla bir şey qeyd edim ki, Rusiya ümumiyyətlə bir feodal kriminal dövlətdir. Biz onu bilirik. Avtoritar rejimdir. Bu rejimlərin özünə məxsus reallıqları var, keçərlikləri var. Burada təbii ki, bu kriminal olduğuna görə daim cinayət xarakterli fəaliyyət, əməllər var. Yəni bu dövlət məmurları müxtəlif səviyyələrdə cinayətkarlığa meyilli olurlar. Çünki mahiyyəti budur, dövlətin mahiyyəti budur, kriminaldır. O ədalət üzərində, əxlaq üzərində, qanun ali üzərində deyil, məhz elə bu cinayətkar fəaliyyət üzərində mövcud olan bir dövlətdir və bu günlər Ukrayna ilə baş verən, dünya ilə baş verən, Azərbaycanla baş verənlər də bunun bariz nümunəsidir. Və ümumiyyətlə biz Rusiyanın tarixinə baxsaq, həmişə orada qara ləkələr görəcəyik. Cinayətkarlıq, zorakılıq, insana qarşı olmaq. Yəni bu nədirsə, bunu necə icad ediblərsə, bu dövləti necə yaradıblarsa, bu insana qarşı olan bir mexanizmidir, bir vəhşiliyin, bir yırtıcılığın, anti-insanliyin bir alətinə, ünsürünə çevir. Bax, birinci məsələ bu. Yəni mahiyyətindən də olur. Azərbaycanın da olmasa bunu deyək ki, Qazağa qarşı edəcək, nə bilim, Rusa qarşı edəcək, Qırğıza qarşı edəcək, Tacikə qarşı edəcək. Bu budur. İkinci vacib məsələ nədir? Burada bu tip rejimlərdə həm də bir mərkəziyyət var. Yəni öz başına bu şeylər olur. Böyük ehtimalla bu hansısa bir səviyyədə, böyük ehtimalla çox yüksək səviyyədə sanksiyalaşdırılan bir əməldir, bir cinayətdir. Amma gerçək adını qoysaq, əslində bu dövlət səviyyəsində terror. Bunu məncə belə qiymətləndirmək və dünya birliyinə də, beynəlxalq ictimaiyyətə də bu cür çatdırmaq lazımdır ki, Rusiyada böyük dövlət səviyyəsində terror baş veribdir. Terrorun hədəfi Azərbaycandır, Azərbaycanlılar da Azərbaycan dövlətidir, Azərbaycan dövlətinin vətəndaşlarıdır. Məqsədlər nə ola bilər? Çox ola bilər. Qorxutmaq ola bilər, qisas almaq ola bilər, təzyiq ola bilər. İndi biz bilirik ki, Azərbaycan vətəndaşları çoxdur Rusiyada. Və Rusiyanın da Azərbaycana getdikcə təsir imkanları azalır. Dünən müzakirə edirdik. Bu Dumanın üzvlərinin bir maraqlı açıqlamaları var. Onlar deyirlər ki, xüsusilə Qarabağdan ermənilər çıxandan sonra Rusiyanın Azərbaycana təzyiq imkanları azalır. Yəni, görün, bu vəhşiliyin açıq ifadəsidir də. Yəni, bunlar gizlətmirlər ki, biz Qarabağ üzərindən, ermənilər üzərindən təzyiq edirdik, sıxırdıq, nə bilim, faydalanırdıq, sümürürdük. İndi Qarabağdakı ermənilər gedib biz təzyiq edə bilmirik. Görün, vəhşiliyə, agresiya, nə bilim, işğala, Rus imperializmini, Rus faşizmini, mahiyyətinə, yəni belə, necə deyirlər, yəni sahib olmaq üçün, hakim olmaq üçün, elə bu ifadənin özlərinin açıqlaması kifayət edir. Deməli, bunlar üçün yalnız və yalnız qonşu xalqlara, nə bilim, yan yörədə olan dövlətlərə müdaxilə imkanları lazımdır. Təzyiq imkanları lazımdır. Hansısa cinayətkar əməllər, hansısa təxribatlar, hansısa oyunlar balıdırlar, hansısa əməliyyatlar, nə bilim, o xəfiyyə sisteminə aid olan nələrsə qurmalıdırlar ki, onun üzərindən xalqlara təsir etsinlər, dövlətləri sıxışdırsınlar və s. Yəni, bax, məncə, bu ikinci vacib istiqamətdə budur. Azərbaycana bunların təsir imkanları azalır. İndi çox az təsir imkanlarından biri Rusiyada yaşayan miqrantlar. Miqrantlar üzərindən ola bilsin Azərbaycana təsir edirlər. Başqa şeylər də ola bilər. Yəni, Rusiyanın o qədər törətdiyi cinayətlər var ki. Elə yeri gəlmişkən, Əli bəy, çox üzr istəyirəm, bu qədər baş verən hadisədən sonra, edilən bu vəhşiliklərdən sonra Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya Xarici İşlər Nazirliyinə gedib və Müsavat xəbər verir ki, bu barədə Rusiya kütləvi informasiya vasitələri məlumat yayıb, diplomat jurnalistlərə şərh vermədən binaya daxil olub. Rusiya Xarici İşlər Nazirliyi bir gün əvvəl bildirib ki, Rəhman Mustafayev Bakının qeyri-dost hərəkətləri və Rusiyalı jurnalistlərin qanunsuz həbsi ilə bağlı çağırılıb. Yəni, bax, belə bir situasiya əslində hökm sürür. Aydın məsələdir. Biz zaten o barədə danışırıq da. Yəni, bugün vətəndaşa qarşı bu cinayət törədilirsə, ailələrə, orada yaşayan ailələri hücum edilirsə, qapı sındırılırsa, insanlara divan tutulursa, ailə üzvlərinin gözü qarşısında bu qədər vəhşilik, murdarlıq edəndən sonra bunları ittiham edirsən, yalandan hansısa bir
nə bilim 24 il bundan qabaq hansısa bir cinayət hadisəsi ilə bağlı bunu etdiyini iddia edirsən və orada səhv etmirəmsə bir ailə deyil, bir neçə də ona qədər ailəyə belə hücumlar edilib. Bütün bunların hamısının arxasında bir siyasi sanksiya, siyasi sifariş var. Deməli, aydın məsələdir ki, bu lokal bir şey deyil, o regionun hüquq mühafizə orqanlarının əməlidir. Prosta o hüquq mühafizə orqanları cinayətkarlığın alətləridir. Onlar o vəhşiliyin həyata keçirilməsinin ünsürləridir. Təbii ki, onların əlində edilir, amma bunun başı Moskvada da belə anlaşılır və bu səhv etmirəmsə artıq ikinci dəfə çağırılır, mən belə anladım ki. Və bütün bunlar hamısını deməyə əsas verir ki, deməli bu bir mərkəzdən idarə olunur. Dediyim kimi, hansısa bir ola bilsin cinayətləri örtbasdır eləmək üçün, nədənsə diqqəti yayındırmaq üçün də bu törədilə bilər, bu da mümkündür. Amma eyni zamanda görünür bu Azərbaycanla qarşı durma münaqişə lazımdır. Bu da bir vacib məsələdir. Üstəlik də bu münaqişənin belə çox demonstrativ olmasında da sanki maraqlıdırlar. Adətən Rusiya belə şeylər eləyəndə gizlin eləyərdi, örtbasdır eləyərdi, amma indi belə açıq formada eləyir, bir demarş var. Bununla da sanki, nə bilim, kiməsə gözdağı verir və yaxud da hansısa cinayət əməllərini örtbasdır eləmək istəyir, nədənsə diqqəti yayındırmaq istəyir, bu da ola bilər. Amma bütün hallarda hədəf Azərbaycandır və Azərbaycan vətəndaşlarıdır. Biz zaten bu barədə sizdən bəlkə 10 dəfələrlə, bəlkə 100 dəfələrlə danışmışıq ki, Rusiyadakı bizim vətəndaşlarımız üçün hər zaman təhlükələr var, risklər var. Zaten mənim də orada dostlarım var, yaxınlarım var, tanıdığım insanlar var. Hər fürsətdə onlara hər zaman deyirdim ki, imkan olanda çıxın gəlin. Ora kriminal bir dövlətdir, gələcəyi yoxdur və gec-tez də mümkündür ki, bizim qarşı durmamız olsun. Çünki bizim maraqlarımız toxuşur. O yenidən Azərbaycanı işğal etmək, yenidən bir imperiya olmaq istəyir, biz də qurtulmaq istəyirik. Biz də ondan xilas olmaq istəyirik. Ona görə gec-tez orada yaşayan o vətəndaşlar Rusiyanın o cinayətkar niyyətlərinin alətinə çevriləcək. Azərbaycanı təzyiq etmək üçün. Hələlik bu başlanğıcıdır. Biraz o narahat eləmək, qorxutmaq kimi çıxmasın. Amma məsələnin, bu faciənin miqyasına baxmaq lazımdır. Əgər indiki o rejim, Rusiyadakı mövcud rejim dəyişməyəcəksə, yıxılmayacaqsa, deməli indi baş verənlərə hələ jurnal kimi baxmaq lazımdır. Bəs nə gözləyir? Bəs növbəti mərhələdə nə gözləyirsiniz? Ehtimallarınız nədir? Hər şey ola bilər. Onlar orada sabah pogromlar da edə bilərlər, kütləvi şəkildə o insanlarımız oradan qova da bilərlər, onların sərvətlərini yağmalaya da bilərlər. İndi az yalavac bir getdikcə sanksiyalar ölçüsünü görür. Onlar getdikcə azğınlaşırlar, getdikcə nefti qazı satırdılar, pulları çox edində pullar azalır. Onu hardansa bir formada əldə eləmək lazımdır. Və yəqin ki, mən bildiyim qədər artıq son vaxtlar o banklarda olan insanların, vətəndaşların, Rusiya vətəndaşlarının banklarda olan pullarını zadını xərcləyirdilər. İndi prezident də yəqin ki, keçirirlər bu insanların əmlakına, puluna, vəsaitinə. Yəni orada Azərbaycanlılar zəhmətkeş insandırlar. Harada olsalar qururlar, yaradırlar. Gücləri var, pulları var, imkanları var. İndi ola bilsin ki, bu rejimin, bu cinayətkar rejimin növbəti hədəfi həmin insanların o sərvətini ələ keçirmək olacaq. Ona görə mən bizimkilərə, Azərbaycanlılara müraciət edirəm, Rusiyada yaşayanlara ki, vəziyyəti düzgün dəyərləndirin. İndi bəzən deyirlər, bizdə sakitlikdir, Yekaterinburqda olubdur, nə bilim, orada baş verənlər hansısa bir lokal bir şeydir. Mən düşünürəm ki, bu Rusiyanın hər bir yerində ola bilər. Və yalnız Azərbaycanlılara qarşı deyil, digər Türk xalqlarına da qarşı ola bilər. Yəqin ki, olacaqdır da, Türkistana qarşı da olacaqdır. Çünki biz yavaş-yavaş öz siyasi kursumuzu, öz yeni dünyada, gələcək dünyada yerimizi Rusiyanın yanında görmürük. Rusiya ilə birlikdə görmürük. Çünki bu vəhşi, bu işğalçı, bu sümürgəçi bir oluşum, yəni birlikdə yaşamaq üçün yararlı deyil. Burada yalnız qorxu var, xof var, təzyiq var, anti-insani nə desən hamısı var. Ona görə də heç kim onunla bir yerdə olmaq istəyir, hamı ondan qaçmaq istəyir. Hətta onun o, necə deyərlər, Feru qardaş xalq olan Ukraynalar belə ondan qaçmaq istəyir. Nə bilim, Xristiyan olan Vatikanın xalqları belə qaçmaq istəyir və yaxud Moldova ondan uzaqlaşmaq istəyir. Yəni o nə Xristiyan dəyərlərinə, nə milli dəyərlərə, nə insani dəyərlərə, heç nəyə hörmət etmir. Yoxdur, ənənə yoxdur. Şübarlıq yoxdur. Belə deyim, mənəvi dünyası yoxdur ki, anlasın, insanlara hörmət etsin, bir yeri gələndə, nə bilim, onların ağrısını, acısını başa düşsün və s. Yəni ona görə də mən düşünürəm ki, hər zaman oradan bu təhlükələr və risklər olacaq. Ona görə yaxşı olar ki, insanlar zamanında oradakı mülklərini, varlarını, dövlətlərini çıxarsınlar oradan. Heç olmasa onu eləsinlər.
bu sərvətlərini oradan çıxarsınlar. Yəni ora hər zaman risklər var. Və açığı bir şey də var ki, indi ən böyük sərvət insandır. Və çox təəssüf ki, bizim milyonlarla gənc insanımız gedib burada Rusiyanın o iqtisadiyyatını inkişaf elətdirir, nə bilim, bazarlarını yaşadır. Bir növ o ölkənin o mikro-iqtisadi, makro-iqtisadi həyatında bir qatqı verirlər. Və məncə əslində yavaş-yavaş bu qatqıları da oradan aralamaq lazımdır. Və bunun üçün ölkədə, bugün Azərbaycanda mən düşünürəm ki, kifayət qədər böyük potensial var. Bizim görüm nə qədər işğaldan azad olmuş ərazilərimizdə sərmayə ehtiyac var. Yeni iş yerlərinin yaranmasına şərait var. Məncə bax bunu düşünmək lazımdır və yeri gəlmişkən bu fürsətdən istifadə edib dövlət qurumlarına da, Rusiyanın o 5-ci kolonuna bulaşmayan dövlət qurumlarına müraciət edirəm. Dövlət rəhbərliyinə müraciət edirəm ki, artıq bu istiqamətdə düşünmək lazımdır. Bəlkə də bir normal, bir ciddi bir plana ehtiyac var ki, sabah o miqrantlar gələndə burada növbəti sarsıntı yaşanmasın, nə bilim, sosial problemlər yaşanmasın. İndidən hansısa bir dövlət proqramı olmalıdır. Bu miqrantların ölkəyə qayıtılacağı halda onların məskunlaşması, onların özləri ilə gətirdiyi o investisiyanın dövlətin yəni yatırım olaraq ərazilərdə, xüsusilə də regionlarda, bölgələrdə yatırımın qoyulmasına imkan yaradılması, xüsusilə bu dağılmış rayonlardır ki, var ermənilərin o viran qoyduğu ruslarla bir yerdə. Həmin rayonlara, həmin Rusiyadakı sərmayənin, Rusiyada yaşayan Azərbaycanlıların əlində olan sərmayələrin ora qaytarılması, ora qoyulması. Bu istiqamətdə artıq düşünmək lazımdır. Məncə bu risklər var.